Ölkəmizdə nə az, nə çox 4324 dövlət məktəbləri fəaliyyət göstərir. 2021-ci ildən 25-ci ilə qədər həmən məktəblərin təmiri üçün 250 milyon pul ayrılıb. Bu ancaq dövlət proqramları çərçivəsində ya. Yəni mən fondlardan ayrılan pullar, digər qeyri-hökumət, yəni qurumlardan, təşkilatlardan, onlardan danışmıram. Sırf dövlətdən, yəni Maliyyə Nazirliyindən 250 milyon pul ayrılıb. İndi mən sizə bir məktəb göstərəcəm. Səhv eləmirəmsə ya Qazaxdadır o, ya Tovuzdadır. Kim tanıyar, xahiş edirəm kommentari bölməsində yazın. İndi sual bundan ibarətdir ki, o boyda pullar ayrılır təmir üçün. Yəni bu ancaq təmirdən söhbət gedir ha. İndi bu məktəbi necə olur ki, yəni ki, qıraq düşüb bu məktəb, hə? Bir də bunu belə heç olmasa bir yüngülvari təmir edə bilmirdilər, hə? Görürsən ümumiyyətlə o ayrılan pullar hara gedir? Dövlət ayırır. Problem bilirsiniz kimdədir? Problem həmən o adamlardadır, kimin əlinə gəlir, düşür o pul. Onlar o pulları hara xərcləyirlər görəsən. Buyurun, baxın həmən o video. Qəlbdən qəlbə. Deməli, bugün ayın 27-si fevral 2026-cı il 8C sinifinə Azərbaycan tarixindən dərsimiz. Dərsimizdə təlim nəticəsi, məqsədimiz nədir? Xanlıqlara dair biliş və bacarıqlarımızı refleksiya ilə möhkəmləndirmək. Deməli, Azərbaycanda xanlıqlar dövrü. Nə vaxt başlayıb, nə vaxta qədər davam etdi? 18-ci əsrin ortalarından 19-cu əsrin birinci. Rübünün sonuna qədər, rüb neçə ildir, aynı əlinin? Məsələn, 19-cu əsr birinci rübü deyəndə neçənci ildən neçənci ilə qədər nəzərdə tutun? Birinci rübü 1801. Ay sağ ol, ikinci rübü Asim ya. 26'dan yəni, üçüncü rübü. Dördüncü rübü 1900-cü ilə qədər dördüncü. İndi qulaq asın. Azərbaycanda xanlıqlar, hansı hadisənə xanlıqlarımız bu dövrü başladı qızım? Deyə bilərsənmi? De. Xan yoxsa şah? Nadir Azərbaycanda neçənci illər, ümumiyyətlə Azərbaycan neçənci illər Nadir Şah İmperiyasının tərkibində olubdur? 736? Ayşə 11. Xan döy şahdır, Nadirin öldürülməsi dövrü. Bununla da, deməli, belə xanlıqlardan biri də Quba xanlığı idi. Göstər Quba xanlığının coğrafi mövqeyini xəritədə. Bəli, Quba. Azərbaycan şimal-şərqində yerləşir. Xanlığın əsasını Nərmin kim qoymuşdu? Nərmin, gəl onu sil və yaz. Sən Hüseyin Əli xan haqqında məlumat verəcəm. Sən, deməli, Fətəli xan haqqında bilirsən, oxumusan dərsi. Gəl Fətəli xan haqqında hakimiyyət illərini yaz, lövhəri iki yerə bölün. Xanlığın əsasını kim qoymuş dedi? Hakimiyyət illəri. 26. 58. 58-ci illər mövcud olmuşdur. Yaxşı, o dövründə bir dənə hadisə başlayır. Hüseyin Əli xan haqqında Nərmin məlumat versin. 3 dənə hadisi isə demişik o haqqında məlumat. Susun. Aha. Hüseyin Əli xan paytaxtı Xudaddan Qubaya köçürmüş və 1757-ci ildə Salyandan Qubaya qoymuş. Bir də xanlığın mərkəzini dedik, həm də xanlığın əsasını qoymuşdu. Kitabımızda yoxdur. Hüseyin Əli xan 1735-ci ildə xanlığın mərkəzini Xudaddan Qubaya köçürmüşdü. Bəli. Fətəli xan haqqında məlumat ver. Nərmin, sən məlumat ver. Sən dəyiş yerimi. Nərmin məlumat versin. Fətəli xan Quba xanlığını möhkəmləndirmək üçün islahatlar keçsin. Vergi islahatına görə verginin mahal naibləri tərəfindən toplanması ləğv etdi. Köçürmə siyasətində 3 mərhələyə bölündü. Ay sağ ol. Halal olsun. Bir də özünə. Özünə dairədir. İndi sən deyirsən Fətəli xan həm də atasını birləşdirmə siyasətini həyata keçirdi mi? Bəli. Məsələn, Salyandan sonra Qubaya birləşdirilən ərazi. Göstərdin Dərbəndi. Dərbəndi göstər, xərti ver, kitab xərti. Nərmin tez əlimdə olsun kitab, göstər mənə. Kitabda. Dərbənd xanlığının asanlıqla Qubaya birləşdirilməsini. Hərbi cəhətdən zəif idi. Bir də nə idi? Ay sağ ol, öz xanlarından narazı. Cavab ver, birləşdirmə siyasətini davam elə. Sonra hara birləşdirildi? 1767-ci ildə Bakıda. Sən hamısını yaz oraya, mən bunlarla ona qədər. Məsələn, 57-ci ildə, 58-də, 57-də hara, filan hamısını yaz. İndi görüm, Fətəli xan köçürmə siyasətdə həyata keçirdilər.
Məsələn, əhalinin sayını artırmaq üçün cənub torpaqlarından çoxlu əhali Quba xanlığına köçür. Burada məqsəd nə idi? Kim deyər? Vergi verənlərin sayını halaldır, əla. Bax, bu oğlanlar da bu fəal iştirak edir. De görüm, yaxşı, vergi islahatını dedik. Vergi toplanması hüququ kimdən alındı, kimə tapşırıldı? Mahal nahiblərdən alındı. Kətxudaya. Səncə niyə belə elədi, Zirəddin? Səncə niyə belə elədi? Bax, mahal naibin buna qədər vergi topluyordu. Asibi, sən deyə bilərsən? Yəni tam hamısını xalqa vergi verirmi, xəzinəyə verilir.